Salam. Bugün sizə danışmaq istədiyim mövzu sağlam üz necə əldə olunur? Sağlam üz, sağlam dəri necə əldə edirsən? Sağlam üz və dərinin əldə olunması üçün 3 dənə məsləhətə qulaq asmaq lazımdır. Bunlardan birincisi dərin haqqında bir informasiya olmalıdır. Dərin yağlıdırmı, yoxsa qurudurmu? Bunu biləndən sonra quru dərilər üçün nəmləndiricilərdən, qıcıq verməyən nəmləndiricilərdən istifadə etmək lazımdır. Yağlı dərilər üçün isə salisil turşusu tərkibli maddələrlə istifadə etmək olar. Çox az qədər gündə maksimum 2 dəfə üzü silmək yağlı dərilərdə. Amma unutmayın ki, bunun çox istifadəsi dərinin daha tez qocalmasına gətirib çıxara bilər. İkinci məsləhət isə qidalanma. Qidalanmaya mütləq fikir verilməlidir. Hansı ki, bu rafinert qidalardan uzaq durulmalıdır. Rafinə olunmuş qidalara nə aiddir? Məsələn, çipslər, şokolad, şəkər, aşırı qızardılmış qidalar, bunlara hansı ki, pomes, free bunlara aiddir. Bunlardan uzaq durmaq lazımdır, alınma qidalardan uzaq durmaq lazımdır və üçüncü, ən önəmli şərt, lazım qədər su içmək lazımdır. Gün ərzində 2-2.5 litr, əlbəttə bu insanlarda dəyişir, bəzilərdə 3-4 normal sayıla bilər, bəzilərində isə 2 litr minimum bəs edər və 2 litr minimum olmalıdır. Mütləq su içmək vacibdir. Sağlam dəri, sağlam görünüş olması üçün.